Herkesi salamlayıram. Bugün sizlerle balqabaq şorbasının reseptini bölüşəcəm. Videonu axıra qədər izləməyi unutmayın. Havalar soğuyan kimi insanın ürəyi isti bir yemək istəyir. O zaman bol vitaminli şorba hazırlayaq. Bu şorbanın hazırlanması için kök, soğan ve balqabaq istifadə edirəm. Ərzaqları iri formada doğrayıram. Balqabağı da doğrayıb qabığını soyuram. Əziz izləyicilərim, sizlərin hər biriniz mənim üçün çox dəyərlisiniz. Kanalımın hər gün böyüməsini sizlərə borcluyam. Gəlin bir yerdə kanalımı 5000 abunə eləyək. Mən çəkib hazırlayım, siz isə abunə olun. Videomu bəyənsəz, ən sonda videonu bəyənib rəy yazmağı unutmayın. Sizin rəyləriniz mənim üçün çox dəyərlidir. Balqabağı, kökü və soğanı doğradıqdan sonra sobanın listinə yerləşdirirəm. Sarımsağı da koyduktan sonra üzerlerini yağlayıram. Yağlayıp, tuzlayıp, istiyotlayıp sobaya pişmeye gönderirim. 200 derecede tam yumuşak olana kadar pişiririm. Erzaqlarım sobada pişene kadar kartofu soyup iri formada doğrayıram. Qazana yağı alıp kartofu da üzerine döküp 3-4 dəqiqə pişiririm. Ve kartofun üzerine 1 litr su əlavə edirəm. Məndə ət suyu olduğuna göre suyu ət suyuyla bir yerde karıştırıp töktüm. Kapağını da bağlayıp kartof yumuşalana kadar pişiririm. Ve budur, erzaklar artık pişib. Kartof da pişenden sonra bütün erzakları birleştirip blenderdan keçirdirəm. Blenderdan keçirdikdən sonra 5-6 dəqiqə yenidən bişirirəm.
və ən sonda üzərinə qaymaq və zövqə görə ədviyyatları əlavə etdikdən sonra biraz da bişirirəm. Biraz da bişirdikdən sonra şorbam artıq hazırdır. Ümid eləyirəm ki, bəyəndiniz. İlk dəfə idi balqabaq şorbası hazırlayırdım və yeyirdim. Məncə denəməyə dəyər. Siz də hazırlayın və ləzzətinə baxın. Mən və oğlum ləzzətini bəyəndik. Sizlər də hazırlayıb nuş edin. Videonu bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.